Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin regionlarında müxtəlif sahələr üzrə müasir infrastrukturun yaradılması və geniş miqyaslı tikinti, quruculuq, abadlıq işlərinin görülməsi dövlətimizin diqqət yetirdiyi vacib işlər sırasındadır. Qoyulan tələblərə uyğun olaraq Quba rayon icra hakimiyyəti tərəfindən rayonda tikinti, quruculuq işləri həyata keçirilir. İnfrastruktur layihələri icra olunur, yol nəqliyyat infrastrukturu yaxşılaşdırılır, əhalinin kommunal xidmətlərə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatı, təhsil müəssisələrinin tikintisi istiqamətində tədbirlər həyata keçirilir. Mövcud parklar, küçə və prospektlər abadlaşdırılır. Cari ilin son bir neçə ay ərzində Quba rayon Şəhidlər Xiyabanında əziz şəhidlərimizin müqəddəs adlarına və unudulmaz xatirələrindən layiq yeni layihə əsasında müasir üslubda geniş miqyaslı tikinti, yenidən qurma, təmir, bərpa, abadlıq, yaşıllaşdırma və işıqlandırma işləri həyata keçirilib. Ayrı-ayrı güşələr yaradılıb, bütün şəhidlərimizin fotoşəkilləri xatirə lövhəsi formasında hazırlanıb, Xiyabanın ərazisində Ulu Öndər Heydər Əliyevin və Müzəffər Ali Başkomandan İlham Əliyevin şəhidlərimiz barədə olduqca dəyərli kəlamları əksini tapıb, mühüm məna kəsb edən simvollar qoyulubdur. Burada yerləşdirilən qaya parçası şəhidlərimizin uğrunda canlarına keçdikləri doğma Qarabağımızdan gətirilib. Son zamanlar Qubamızda görülən xeyli işlər bizim ürəyimizi açır. Eyni zamanda Şəhidlər Xiyabanından bir neçə kəlmə danışmaq istəyirəm. Bu Şəhidlər Xiyabanında xeyli işlər görülüb, əsaslı təmir işləri aparılıb. 90-cı illərin şəhidlərinin, təyyarə qəzasında həlak olan şəhidlərin, 20 yanvar faciəsində şəhid olan şəhidlərimizin, 44 günlük vətən müharibəsində şəhid olan şəhidlərimizin və antiterror əməliyyatı zamanı şəhid olan bütün şəhidlərimizin şəkilləri, adları yazılıb divarlara vurulub və rayonumuza gələn qonaqlar baxırlar. Demək olar ki, bizim bu xiyabanımıza heyran olurlar ki, Azərbaycanda demək olar ki, belə bir xiyaban yoxdur. Buna görə biz aidiyyatı qurumlara öz təşəkkürümüzü bildiririk. Quba şəhərinin bir sıra küçələri Heydər Əliyev prospekti, Azərbaycan, General Məhəmməd Əsədov, Cəfər Zabbarlı, Məmməd Əmin Rəsulzadə, Səməd Vurğun, Şah İsmail Xətai, Maksim Qorki, Mirzə Fətəli Axundov küçələri və mərkəzi xəstəxananın yolu yenidən qurulub, asfaltlanıb, əsaslı və ya cari təmir olunub. Azərbaycan, General Məhəmməd Əsədov, Cəfər Zabbarlı, Maksim Qorki, Səməd Vurğun və Fətəlxan küçəsinin başlanğıc hissəsində yeni səkilər yaradılıb və ya mövcud səkilərdə yararsız daşlar yeniləri ilə əvəzlənib. Nizamadla Mədəniyyət və İstirahət Parkında da əsaslı şəkildə təmir işləri aparılıb. Belə ki, Tağlı körpü istiqamətində enən pilləkənlərə ağla örtüyü döşənərək tam təmir olunub. Parkdakı piyadaların gəzinti yerlərindəki sıradan çıxmış ağlaylar yeniləri ilə əvəz olunub. Yeni işıqlandırma sistemi qurulub, ərazidə yaşıllaşdırma işləri aparılıb. Oturacaqlar təmir olunaraq rənglənib və əhalinin istifadəsinə verilib. Habelə Dədə Qorqud Parkında da bu qəbildən işlər həyata keçirilib. Parkda müasir işıqlandırma sistemi qurulub, simvolik heykəl kompozisiyaları memarlıq üslubunda yenilənib. İlin əvvəlindən başlayaraq rayonumuzda abadlıq işləri, yenidən qurma işləri başlanmışdır. Bu hazırda davam olunur. Bununla yanaşı şəhərimizdə də abadlıq işləri başlanılmışdır. Belə ki, şəhərin Nizami Parkı tamamilə abadlaşıb, yenidən qurulub. Şəhidlər Xiyabanı kompleksi tikilib, şəhərimizdə bir çox küçələr asfalt örtüyü ilə döşənib, şəhər ərazisindəki avtodayanacaqlar dəyişilib, ondan artıq yeni avtodayanacaq qurulub. Bununla əlaqədar yenə işlər gedir, yaşıllaşma işləri aparılıb, ağaclar əkilib, işıqlandırma sistemi qurulub bir neçə küçədə, bu işlər də davam olunur. Onu da qeyd edim ki, bu ilin əvvəlindən başlayaraq çəkilmiş asfalt örtüyü 60 min kvadrat metrdən çoxdur. Qoyulmuş səki daşlarının uzunluğu 8 min palon metrə qədərdir. Qeyd edək ki, bundan əlavə olaraq bir sıra küçələrdə işıqlandırma işləri görülüb. Ətraf mühitin qorunması və ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədi ilə ağacəkmə aksiyaları həyata keçirilib. Qarşıdakı dövrdə də Quba şəhərində və rayonun digər ərazilərində yenidən qurma, tikinti, asfaltlanma və təmir işlərinin müntəzəm olaraq davam etdirilməsi, ehtiyac duyulan küçələrdə asfaltlanma və abadlıq işlərinin görülməsi, həmçinin digər istiqamətlərdə layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Bildirilib ki, son 2 il ərzində Quba şəhərinin 50-dən artıq küçəsinə 160 min kvadrat metr asfalt döşənib. Çingiz Qədimli üçün Şuşalı Qafqaz TV üçün.